Salamlar, vaxtınız xeyir olsun. Növbəti yoxlayacağımız avtomobil 2016-cı il Hyundai Santa Fe Top Prime model. Gördüyünüz kimi maşın səliqəli vəziyyətdədir. 2 motor dizeldir, lüksüz 5 yerlik. Gündüz led işıqları işlək vəziyyətdə. Bufer hissəsində xırda rəng getmələr var. Yəni bufer bir balaca işlənməlidir. Maşın dediyimiz kimi təmizdir, səliqəli vəziyyətdə, təkərlər normal, diskdə zədə yoxdur, VIN-kod yerində, güzgüdə zədələnmə yoxdur, açarsız daxil olma mövcuddur maşında. Elektron oturacaq, elektron güzgülər, oturacaqların qızdırılması, soyudulması. Arxa park radarlar yerində, arxa görüntü kamerası yerindədir. Arxa hissədə heç bir zədə yoxdur. Və sağ tərəfdən baxırıq. Göründüyü kimi sağ tərəf bu burada. Burada bir xırda. Yəni ola bilsin ki, harasa dəyib, kraska getməsi yoxdur, yüngül batıq var. Yəni belə maşın qeyd etdiyimiz kimi tam əla vəziyyətdədir.